Salamlar. Bugün sizlərə 5-ci sinif ədəbiyyat tarixindən növbəti dərsin 36-cı mövzunun izahını təqdim edəcəyəm. Mövzu belədir: Azərbaycan tarixinin atası. Gəlin başlayaq dərsin izahına. Başı xanların nəsillərindən olan Abbas Qulu Ağa Bakıxanov 1794-cü ildə Bakı anadan olmuşdu. Deməli, Bakı xanları nəslindən olan Abbas Qulu Ağa Bakıxanov nə zaman anadan olmuşdu? 1794-cü ildə Bakı anadan olmuşdu. Demək, Abbas Qulu Ağa Bakıxanov nə zaman anadan olub? 1794-cü ildə Bakıda anadan olmuşdu. Azərbaycan tarixinin qədimdən başlayaraq yaşadığı dövrə qədər ardıcıllıqla yazan ilk tarixçimizdir. Demək, Azərbaycan tarixinin atası adlanması səbəbi nə idi? Azərbaycan tarixini qədim dövrdən düz yaşadığı dövrə qədər ardıcıllıqla yazan ilk tarixçimizdir. Bunu yadımızda saxlayaq. Yəni, qədim dövrdən düz günümüzə, günümüz deməyək, Abbas Qulu Ağa Bakıxanovun yaşadığı dövrə qədər, yəni Gülüstan sülhünün imzalandığı dövrə qədər Gülüstan İrəm əsərini yazır. Deməli, o həmin dövrə qədər yazır ki, bu da demək, sistemli yazdığına görə nədir? Ardıcıllıqla yazdığına görə ilk tarix deməli, ilk tarixçimiz hesab olunur. Yəni ardıcıl sistemli yazdığına görə, yəni ilk tarixçimiz hesab olunur. Abbas Qulu Bakıxanov tariximizin atası hesab edilir. Deməli, nə adlanır? Tariximizin atası adlanır. Səbəb nə idi? Dedik ki, qədim dövrdən düz yaşadığı dövrə qədər hadisələri ardıcıllıqla yazdığına görə onu deməli tariximizin atası hesab edirlər. Deməli, o bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Deməli, nə edir? O bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Yəni tarixi keçmiş gələcək üçün bir təcrübədir. Yəni onu demək istəyir ki, insan keçmişdən dərs çıxarmalıdır və o məsələn keçmişdə etdikləri səhvləri gələcəkdə etməməlidir. Yəni məsələn insanoğlu Birinci Dünya Müharibəsi 1914-18-də başlayır. İnsan bunlardan dərs çıxartmır, yenidən qalib İkinci Dünya Müharibəsinə başlayır. 1939-45 və milyonlarla insan bu müharibələrdə həyatını itirir. Yəni demək istəyir ki, insan irqi belə deyək, insanlar öz keçmişlərindən dərs çıxardıb o səhvləri gələcəkdə etməməlidirlər. Hazırki və gələcək həyatı daha yaxşı. Demək, hazırki və gələcək həyatı daha yaxşı və səmərəli qurmaq üçün bu təcrübədən istifadə etmək lazımdır. Demək, keçmiş həyatı yaxşı bilib, yəni keçmişdən dərs çıxardıb gələcəyi daha yaxşı və səmərəli qurmaq mümkündür. Bunu bu təcrübədən deyil, istifadə etmək lazımdır. Bakıxanov tarixi elminin əvəz olunmayan tərbiyə və əxlaq məktəbi adlandırır. Demək, tarixi necə adlandırır? Əvəz olunmayan tərbiyə və əxlaq məktəbi adlandırır. Onun mənəvi elmlərin qiymətlisi adlandırır. Hesab edilir. Necə adlandırır? Mənəvi elmlərin qiymətlisi adlandırır. Əxlaq məktəbi və tərbiyə məktəbi adlandırmışdır. Abbas Qulu Ağa Bakıxanov yazırdı. Bu elm insanı gözəl, əxlaqlı və bilikli edir. Ona dolanacaq və yaşayış işlərini öyrədir. Tarix elə bir danışmayan natiqdir ki, sələflərini, babalarının vəsiyyətlərini bütün təfsilat və tərifləri ilə xələfləri övladlarına bildirir. Vətən tarixini bilmək isə insanlarda vətənpərvərlik hissəsində tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanı fərqləndirməyə imkan verir. Demək, vətənpərvərlik də, vətən tarixini bilmək də insanda vətənpərvərlik ruhunu demək təşkil edir. İnsan vətən tarixini, öz Azərbaycan tarixini belə deyək də, öz tarixini bilməsi onun insanın vətənpərvər ruhda böyüməsinə xüsusi təsir göstərir. Sonra deyir, Bakıxanov ərəb və fars dillərini mükəmməl bilirmiş. Deməli, Abbas Qulu Ağa Bakıxanov nədir? Ərəb və fars dillərini demək mükəmməl bilirmiş. Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışmış. Demək, hansı dilləri? Ərəb fars dillərini yaxşı bilirdi. Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışmışdı. Demək, şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışmışdı. Harda? Tiflisdə. Bunu bilmiş olduq, yadımızda saxlamış olduq. Tiflis mühiti Avropa, Rus şair və ya ziyalılar ilə görüş onun
onun dünya görüşünə müsbət təsir göstərdi. Yəni Tiflis mühiti onun deməli dünya görüşünə müsbət təsir göstərir. Dövrün görkəmli maarifpərvər yazıçılarından olan Abbasxanov Abbasxanov Qüdsi təxəllüsü ilə şeirlər də yazmışdı. Deməli, Abbasxanov həm də nə etmişdi? Tarixçiliklə yanaşı. O Qüdsi təxəllüsü ilə nədir? Şeirlər də yazmışdı. Bunda yadımızda saxlamış olduq. Abbasxanov dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərlər onun ensiklopedik bilgiyə malik bir alim olduğunu göstərirdi. Alimin böyük elm əsəri Gülüstan İrəm hesab olunur. Gülüstan İrəmdə dedik ki, nədir? Qədim dövrdən düz Gülüstan müqaviləsinin imzalandığı dövrə qədər, yəni 1813-ə qədər baş verən hadisələri sistemli şəkildə yazıldığı bir əsər hesab olunur. Daha sonra müəllif bu əsərini yazarkən müxtəlif mənbələrdən istifadə etmişdir. Əsər Azərbaycan və Dağıstan xalqlarının tarixinin nə aiddir? Burada Azərbaycan qədim dövlətlərindən tutmuş 1813-cü ildə Azərbaycan torpaqlarının Rusiya ilə Qacarlar dövləti arasında bölüşdürülməsinə qədər olan hadisələri danışır. Demək, qədim dövrdən tutmuş, qədim dövlətlərdən tutmuş 1813-cü ilə qədər, yəni Azərbaycan torpaqlarının bölüşdürülməsinin birinci mərhələsinin başa çatmasına qədər olan dövrü, yəni birinci Rus-Qacar müharibəsinin başa çatmasına qədər olan dövrü əhatə edir. Gülüstan İrəm əsəri Azərbaycan və Rus dillərində nəşr edilmişdir. Bu əsər qiymətli mənbələrdən biri hesab edilir. Deməli, nə hesab edilir? Qiymətli mənbələrdən biri hesab edilir. Bunun da səbəbi, yəni qeyd etdik ki, Azərbaycan tarixini ələ alan mühüm, o dövr üçün mühüm nədir? Bir əsər hesab olunur. Yəni ardıcıllıqla, tarixi hadisələri ardıcıllıqla ələ alan bir əsər hesab olunması. Kəşfi Qarayeb əsəri coğrafiyaya aiddir. Əsər Amerikanın Xristofer Kolumb tərəfindən kəşf olunmasında və bu qitənin vəziyyətindən danışır. Demək, Kəşfi Qəraibdə coğrafiya ilə bağlı əsəridir. Abbasxanova yazdığı əsərdir ki, bu əsərdə Amerikanın Xristofer Kolumb tərəfindən kəşf olunmasından bəhs edilir. Yəni, nə edilir? Amerikanın Xristofer Kolumb tərəfindən kəşf olunmasından bəhs olunur bu əsərdə. Bunu da yadımızda saxlanmış olduq. Daha sonra burada o zamanki Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən coğrafiya iqlim şəraitindən geniş bəhs edir. Deməli, Amerikada yaşayan yerli əhali, yəni hinduların, qızıldərililər də deyilir. Bunların yaşayış şəraiti, ənənəvi mərasimlərindən, coğrafi iqlim şəraitindən geniş bəhs edilir. Təhzibül əxlaq əsərində isə məqsəd gəncləri pis əməllərdən çəkindirmək, onlardan nəcib və gözəl əxlaq normaları tərbiyələndirməkdir. Demək, bu əsərdə Təhzibül əxlaq əsərində isə insan əxlaqı görüşü əsas yer alınır. Gənclərin gözəl əxlaqlı olması, tərbiyələndirilməsi, bu məsələlər öz əksini tapır bu əsərində. Abbasxanov bir müəllim kimi faydalı məsləhət və nəsihətlərlə gəncləri düz yola dəvət edir. Doğruluq, ədalət, mərdlik kimi keyfiyyətləri təbliğ edirdi. Nə edir? Ədalətli olmaq, doğru danışmaq, mərd olmaq kimi keyfiyyətləri təbliğ edirdi. Bu demək, bu əsərdə də nələr təbliğ olunur? Təbliğ edilən xüsusiyyətlərə baxaq. Burada deməli, əməyə rəğbət, yəni öz peşəni, öz işinə rəğbət, dostluqdur, dostluqdan sədaqətli olmaqdır, böyüklərə hörmətdir, yaxşı rəftardır, vətən və xalqa məhəbbətdir, yəni vətənə bağlılıq, vətənpərvərlik, elmi öyrənmək, bilik əldə etmək, məlumatlar əldə etmək, yəni bunlar təbliğ edilən xüsusiyyətlərdir. Tənqid edilən xüsusiyyətlərdə tənbəllikdir, riyadır, yəni ikiyüzlülük, riyakarlıq, belə deyək, ikiyüzlülük, paxıllılıqdır, paxıl olmamaq, nankorluqdur, yalançılıq, şöhrətpərəstlik, lovğalıq da özündən razı olmaqdır. Lovğalıq, yəni bunlar da tənqid edilən xüsusiyyətlər idi bu əsərində. Daha sonra uşaqlarda Nəcib
xasiyyətlərin yaranmasını təbliğ edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir. Maarifpərvər ziyalı Abbasqulu Ağabaşxanov Azərbaycan uşaqlarının müasir təhsil alması üçün Bakıda məktəb açmaq istəyirdi. Bu məqsədlə layihə hazırlasa da onu həyata keçirə bilmir. Demək nə edir? Bakıda məktəb açmaq istəyir, lakin onu həyata keçirə bilmir. Daha sonra o Bakıda müsəlman dünyəvi təhsil məktəbi açmaq üçün hazırladığı layihəni 1832-ci ildə tərtib edir. Demək, Bakıda məktəb açmaq istəyir. Bu üzrə nə edir? Layihə hazırlayır. Layihəni də 1832-ci ildə tərtib edir və Qafqazın o zamanki canişini Rozenə göndərir. Lakin bu layihə yerli millətlər onların mədəniyyətinə pis münasibət bəsləyən general Rozen tərəfindən etinasız qarşılanır və onun şəxsi arxivində yatıb qalır. Abbasqulu Ağabaşxanov tərtib etdiyi müsəlman məktəbi təsis edilməsinin layihəsi hazırda Moskva Dövlət Tarix Muzeyində Baron demək Rozen fondunda saxlanılır. Həmin layihədə harda saxlanılır? Deməli, Moskva Dövlət Tarix Muzeyində Rozen fondunda saxlanılır. Bu layihədə demək Rusiyanın demək Rozen o dövrdə Rozenə göndərilir. Rozen etinasız yanaşır, yəni layihə deməli qəbul edilmir. Ömrünün sonlarına yaxın şərq ölkələrinə səyahət etməyə çıxan Abbasqulu Ağabaşxanov 1846-cı ildə Mədinə və Məkkə arasında vəfat edir. Demək, nə zaman vəfat edir? 1846-cı ildə də Mədinə və Məkkə arasında vəfat edir. Elə orada da dəfn olunur. Harda dəfn olunur? Məkkə və Mədinə səyahət edərkən orada da vəfat edir və orada dəfn olunur. Haqqında sənədli bədii film çəkilmiş. Bakının qəsəbələrindən birinin adı verilmişdi. Bakıxanov qəsəbəsində və Qubada ona heykəl qoyulmuşdu. Deməli, Azərbaycan Elmi Akademiyasının Tarix Etnologiya İnstitutu Abbasqulu Ağabaşxanov adını daşıyır. Demək, Tarix İnstitutu da kimin adını daşıyır? Abbasqulu Ağabaşxanov. Azərbaycan tarixinin deməli atası hesab olunur. Abbasqulu Ağabaşxanov və deməli Elmlər Akademiyasının Tarix Etnologiya İnstitutu da onun adını daşıyır. Bunu da yadımızda saxlamış olduq. Deməli, dərsin izahı bu qədər oldu. Sağ olun.